Kasıb ailədən çıxmışıq. Biz iki qardaş, yəni birlikdə işləyərək qarşımıza məqsəd qoymuşduq ki, biz işləyib kasıbçılığın daşını ataq. Qrup yoldaşlarıma ilk turu təşkil elədim. Getdim evə, avtovazala getdim, avtobus danışdım, yeməyi falan, əti falan, hər şey danışdım, proqramı qurdum, hər şey yazdım, kalkulyasiya elədim, kodunu çıxartdım. Sabahsı gün gəldim. Proqram qoydum qarşılarına ki, mən bu işi sizin üçün eləyə bilərəm. Adam başı 15 manatdan. Uşaqlar mənə dedi ki, Murad, yaxşı fikirləşmirsənmi? Yəni bir ziyana gedərsən, kasıb oğlansan. Mən dedim ki, yox, narahat ol. Siz mənə görə narahat olmayın. Yəni mən dəqiq hesablamışam. Dəyərli izləyicilər, hər birinizi xoş gördük. Mən Hekayə Qutusu layihəsinin rəhbəri Mirzavidan. Bu günləri Bakıdan gedirik İsmayıllı rayonuna. Murad Kərimov, Runaway və bu yaxınlarda Talıstan adlı istirahət mərkəzi açıb. İnşallah xeyirli olsun. Gedirik onun hekayəsini çəkməyə. Bu biznesi, bu işi necə yaradıb. Düşünürəm ki, maraqlı olacaq. Ümumiyyətlə biz indiyə qədər 40-a yaxın iş adamından müsahibə almışıq. Bu mövzuda da düşünürəm ki, ən yaxşılardanıq. Sizlər də çox sağ olun, təşəkkür edirik ki, bizim bu layihəmizi izləyirsiniz. Əgər bizi indi iş adamları, sahibkarlar da izləyirlər, əgər sizlər də öz biznes hekayənizi danışmaq istəsəz, bizə müraciət edə bilərsiniz, gələ bilərik, sizin bu biznesinizi çəkə bilərik, sizin hekayənizi işıqlandıra bilərik. Həm yaxşı bir iş ümumiyyətlə gördüyümüzü düşünürəm. Biz bəzən şikayətlənirik ki, sosial mediada yaxşı bir şeylər yoxdur və s. Amma biz çalışırıq ki, buna qalib gələk, yaxşı videolar, yaxşı layihələr həyata keçirək. Mənim ümumiyyətlə YouTube-da 5-ə yaxın layihəm var. Bəziləriniz indi məni tanıyırsınız. Bizim hərbi layihəmiz var. Biz orada xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçularından müsahibə alırıq. Bizim orada hal-hazırda 300.000 izləyicimiz var. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. İndi də hal-hazırda yoldayıq, gedirik Murad bəyin qonağı olaq, ondan gözəl bir video çəkək. Yollar da təmir olunub, maşallah, gözəldir. Murad bəy Azərbaycanda turizmin inkişafında həqiqətən də çox böyük fəaliyyətlər göstərir. Onların Runaway adlı istirahət mərkəzini xaricdən də izləyirlər. Ora hətta xaricdən orada istirahət eləmək üçün